İsmayılı rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Qəhrəman Analar adlı tədbir keçirilib. Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, İsmayılı rayon komitəsinin təşkilatçılığı, rayon təhsil sektoru və Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə baş tutub. Tədbir çərçivəsində təhsil sahəsində çalışan şəhid anaları və şəhid ailə üzvləri, təhsil işçilərinin görüşü təşkil olunub. Görüşdə İsmayılı rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası İsmayılı rayon təşkilatının, Gənclər və İdman İdarəsinin əməkdaşları, şəhid anaları, qabaqcıl təhsil işçiləri və ictimai nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Çıxış edənlər 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan qadınlarını, xüsusilə də təhsil sahəsində çalışan xanımları təbrik ediblər. Tədbir zamanı məktəblilərin ifasında şəhidlərə və analara həsr olunmuş şeirlər, kompozisiyalar və musiqi nömrələri təqdim edilib. Sonda təhsil sahəsində çalışan bir qrup şəhid anası və ailə üzvləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayılı rayon komitəsi tərəfindən mükafatlandırılıblar. Bu gün İsmayılı rayonunda 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə tədbir keçirildi. Həmin tədbirdə iştirak elədi. Vitse-prezidentimiz Mehriban xanım başda olmaqla bütün qadınlarımızı, şəhid analarımızı, şəhid xanımlarını bayram münasibəti ilə təbrik edirəm. Azərbaycan qadınları, Azərbaycan xalqının qadınları, onların oğulları kimi, kişiləri kimi həmişə mərd olublar, mərd olurlar və mərd olacaqlar. Çünki hər bir güclü kişinin arxasında bir güclü qadın var. Məhz Azərbaycan qadınları, Azərbaycan xanımları belə qadınlardandır. Mən bütün qadınlara uzun ömür, can sağlığı arzulayıram. Qoy vətənimiz bir daha müharibə görməsin. Qoy analarımız, qadınlarımız göz yaşı axıtmasınlar. Yaşasın Azərbaycan, qadınlarımızın bayramı mübarək olsun. Qadın gözəllik, qadın həyat, qadın sülh çağrısıdır. Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvləri, anaları ilə təhsil işçilərinin bugün görüşünü təşkil etmişik. Başda vitse-prezident Mehriban xanım olmaqla bütün Azərbaycan xanımlarını, təhsildə çalışan, işləyən bütün qadınlarımızı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətinə ürəkdən təbrik edirik. Onlara ən böyük nemət olan can sağlığı və həyatda xoşbəxtlik arzulayırıq. Rafiq Həsənov, Elçin Məlikov, Gün TV.